Deyirəm 2 gündür baxıram məlumata, görürəm yazırlar ki, nə bilim İran fareli belə qalxıb, hələ qalxıb, hara qalxıb? Bax indi Arazdayam, mən indi sizə göstərərəm bu qiymətləri. Mən hətta 24 eşitdim, 25 eşitdim, 26 eşitdim. Bax bu dəqiqə mən Space ilə üzbəüz filialdayam. Gəlin sizə göstərim buranın qiymətlərini. Buyurun baxın, bax həmən o farel 13 manat 99 qəpik. Bax bu dəqiqə. İndi bax çəkirəm. Mart ayının 18-i. 18-i də bir uşaqlar düzdür? Hə, 18-i. Bu çupralar heç, bunlar gəlmədi. Bunların qiyməti hələ həmən şeydir. 19.99. Bax bu dəniz sazanı kilosu 10.99-a. Mərmər balığı, yəni ki Afrika sortu naxa. Buyurun baxın. Qiyməti 6 manat 99 qəpik. Yeganə bir dənə kütümdə, yəni mən qiymət fərqi gördüm. Kütüm də mənim bildiyimə görə İrandan gəlir. Sizə göstərərəm. Kilosu 24 manatdır. Amma kütümə fikir verin, gözləri necədir? Yəni ki, demək olar ki, şüşə kimi. Bu da onun təzəliyini göstərir. Bu dəqiqə mən sizə göstərirəm. Baxın. Onun gözlərinə fikir verin. Balıq alanda həmişə onun gözünə baxın. Gözü ki belə açıq oldu ya. Bilin ki, alnası balıqdır. Necə deyərlər. Köynələr bu qədər. Araz marketdən oruç tutanların Allah orucunu qəbul eləsin. Qəlbdən qəlbə bu qədər.